Bakarsan buna 12 devam edək. Açılışı verilmiş kubun düzgün yığılmış variantını seçin. Uhum. Uşaqlar, deməli, ən gözəli həmişə əgər səhv variant varsa, yoxlamadan çıxırıq. Necə? Biz bilirik ki, bu üz və bu üz qarşı üzdür. Düzdürmü? Qarşı üzlər qonşu üz kimi görsənə bilməz. Zaten A variantını yoxlamırıq. Seçdi ikinci hissə. İkinci hissədə baxırıq ki, deməli deyir, bu hissənin üzərinə bu düşdükdə sağda 3 olur. Bax, bunu yoxlayırıq. Axı, bu hissənin üzərinə bu düşəndə bunun qara hissəsi buradadır. Amma bu qara hissəni harda verib? Bu şəkildə. Düzdürmü? Baxın, bu boşluq hissəyə baxın. Bu hissə, ağ hissəni görürsünüz. 3-ün sağda olmaq üçün. Amma görün bunu, bax, canlandırsaz. Ağ hissəsi necə olur? Yəni, tam şəkildəki kimi olmur. Ona görə B variantı da səhvdir. Daha sonra A-nın üzərinə bu hissə düşsə deyir, sağında bu olur, yox. Sağında bu işarə olmalıydı. C də səhvdir. Gəlin D-ni yoxlayaq. Deməli, bax, əgər sizə belə baxmaq çətin gəlirsə, siz nə edə bilərsiniz? Və biz dördlü baxmağa daha çox sevirik axı, bu şəkildə, düzdürmü? Biri yuxarıda, biri aşağıda. Fiquru çevirib də baxa bilərsiniz. Onda sizə rahat olacaq. Deməli, bu hissənin üzərinə 0,3 düşəndə, bax, bil ki, fiquru çevirmişəm, belə baxıram. Bu hissənin 0,3 gəlir bura. 0,3 fırıya gətirsək, doğrudan da bu hissənin üzərinə 0,3 düşəndə sağ hissədə bu olur. Bu hissəyə baxın, 0,3-ü gətirdim bura. Və buradadır. Doğrudan da bu rəhli hissənin üzərinə 0,3 düşəndə sağda D variantı. Yenə deyirəm, əgər canlandırmaqda əziyyət çəkirsinizsə, ağ pozandan istifadə edin. Pozan qaydası bilmirsinizsə, kursa yaxınlaşın, köməklik eləyin. 2. Deməli, baxaq. M vur K bərabərdir 15, K vur N bərabərdir 40, M vur M bərabərdir 24. Yenə ortaq 40 və 24 ortaq. Məsələn, 8 götürə bilərik də. N-ə 8 versəm, K-ya 5 düşər, M-ə 3. Baxaq, görək ödəyirmi? 3 vur. K, 5. K5, M3. Hamısı ödədi. M oldu 3, K5, N8. Toplayanda 10, 6, D variantı. 5'e qalıqsız bölünən ardıcıl 140 natural ədədin ən böyük ilə ən kiçiyinin fərqi. 5'e qalıqsız bölünən ən böyük ədəd ilə 5'in özüdür. Ən kiçik 5'in özüdür. Ən kiçiyi də 5 vur 140, yəni 700'dür. Ən böyük ilə ən kiçiyin fərqi 700 çıx 5. Bu da bizə verir 695. Daha sonra qatlanmış kağızda kəsiklər edilib, fikrən kağızda açılışın müvafiq variantı seçin. Deməli, bu üstü açanda bu şəkildə olacaq, düzdürmü? Sonra tən ortadan böləndə də güzgü qaydası. Deməli, güzgü qaydası ilə necə olacaq? Belə, aşağı da belə. Yəni, tam simmetrik olmalıdır. Deməli, A deyil, bu da simmetrik deyil, bu da simmetrik deyil. Düzgün cavab olur D variantı. Anlarını müəyyən edin. Burada siz uşaqlar nə edib? Şəkli böyüdüm biraz. Burada nə edib? Deməli, ən qəşəngi götürüb bu iki fiquru birləşdirsəm, üst-üstə eyni hissələr düşəndə silir. Bax, qara burada da var, burada da var. Görürsünüz, eyni yerdir. Burada qara yoxdur, sildim. Qara burada da var, burada da var. Görürsünüz, yoxdur burada. Bu hissə burada da var, burada da var. Görürsünüz, burada yoxdur, silim.
üst-üstə düşən hissələri silir. Elə proqramda cavabı deyirik. Deməli, ağ burada da var, burada da. Deməli, sualda ağ olmayacaq. A variantı getdi, D variantı getdi. Sonra bax bu xətt burada da var, burada da var. Deməli, cavabda bu xətt olmayacaq. C variantı da getdi. Düzgün cavabımız 5-ci testdə B variantı. Daha sonra 6-ya baxaq. Yenə kubdur. Yenə deyirəm uşaqlar, əgər kubda əziyyət çəkirsinizsə, mənim məsləhətim pozondan istifadə etməyi öyrənin. Deməli, variantları yoxlayaq. Əgər y-nin üzərinə 5 düşsə, bizə nə soruşur? Verilmiş, açılışı verilmiş kubun düzgün yığılmış variantını seçin. Deməli, biz bilirik ki, 3-ü bu şəkildə gətirə bilərik də. Düzdürmü? Deməli, 3 bir dəfə belə düşür, sonra belə, sonra da belə olacaq. Deməli, y yox. Hə, B3-ü yoxlamalıydım. Yox. Baxaq. Bunu necə fırıya gətirdim, başa düşdünüz? Bax, bu şəkildə. İndi 5-i bura gətirsəm, 5 belə deyil. Bunu çəkə biləcəm. Belə görsənəcək. Bura gətirsəm. Sonra, burada isə bu şəkildə görsənəcək. Burada isə belə, bu şəkildə. Görək düzmü dedim. Deməli, bu şəkildə, belə, belə. Əla. İndi bizdən nə istəyir? Gəlin baxaq. Y-nin üzərinə 5 düşdükdə deyir sağda K olur. Belə düzgün cavab adı ki, baxın. Y-nin üzərinə 5 necə düşdür, gördünüz? O tərəfdən baxın. Y-nin üzərinə 5. Y-nin sağına K. Dedim axı, bax, burada normalda baxanda 5-in üzərinə Y düşəndə sağına bu gəlməlidir. 0. Düzdür? Y-nin 5-in üzərinə Y düşəndə 0. O tərəfdən baxanda siz Y-nin solunu götürürsünüz. Y-nin üzərinə 5 düşəndə burada olmalıdır K. Belə düzgün cavab A variantıdır. Digər variantları da istəsəz yoxlayaq. K-nın üzərinə Y düşəndə, belə baxanda fiqura, bunun sağında nə olur? 5. X yox. Sonra X-in 0-ın üzərinə X düşəndə, bu şəkildə baxsaz, 0-ın üzərinə X düşsə sağında Y olmur, 5 olur. Bu da səhvdir. Burada nə deyir? Deyir ki, 3-ün üzərinə 0 düşsək, X yox. Bax, uşaqlar, təkrar deyirəm. Əgər 0-ın üzərinə 3 düşsə, sağında X olar. 0-ın üzərinə 3 düşsə. Amma 3-ün üzərinə 0 olanda artıq siz 0-ın sağına yox, soluna baxırsınız. Solunda Y olmalıydı. Burada da X yox. Ona görə düzgün cavab A variantı. Daha sonra, deməli, burada da neyniyək? Bax, bu bizim fiqurumuzun tən ortasıdır. Düzdürmü? Göstereyim bir dəqiqə. Bu bizim fiqurun tən ortasıdır. Yəni, siz belə düşünün ki, görmündə tən ortanı göstərə biləcəm sizə. Qırmızı bu orta hissəni çəkməyə çalışıram. Amma demək ki, göstərə bilmirəm. Getdik. Deməli, uşaqlar, bu hissəni bir dəfə sağa, bir dəfə sola doğru qatlayıb. Düzdür? Bu hissəni buradan tutub, bu hissə buradadır. Bunu bu tərəfə qatlayanda bu tərəfə belə hissə düşməlidir. Ona görə burada yoxdur. Zaten A səhvdir. Baxıram ki, burada da yoxdur. Bu hissə. Ona görə 2 variantımız getdi.
B və D-yə baxaq. İndi B və D-də. Deməli, bu ağ hissə burada da olmalıdır. Ortadakı rom burada da olacaq, qatlayanda burada da olacaq. Düzdürmü? Axı burada rombu yeyib. Ona görə B də səhvdir. Düzgün cavab D variantı. Gəldik yenə 8-ci testdə. 8-ci testdə qatlanmış kağızda kəsiklər edilib, fikrin kağızatının açılsın mürafiqə rənglər tapın, qırıqatlar kağızın qatlanma səlamətini göstərir. Aha, deməli, yenə əgər bu fiquru şəkildəki kimi birinci buradan bu hissədir. Sonra da bu hissədir. Bu şəkildə bölsək. Nəyi demək istəyirəm? İndi başa salacağım. Uşaqlara bu qayda ilə verəndə çox bir şey tez başa düşdülər. Bu şəkildə. Deməli, uşaqlar, nəyi görməyimiz yaxşıdır? Bu qələm aktiv edim. Deməli, bu qalan hissə mənim bax bu yuxarımdır. Bax bu yuxarı. Buradır. Bax bu hissədir. Bu hissəni bir dəfə üzü aşağı, bax bura, güzgü qaydası ilə versək, axı bura boş gələ bilməz. Deməli, A və bu da boş gəlib, görürsünüz bura. C səhvdir. Cavab ya B-dir, ya D. İndi baxın, mən əgər buradan xətt çəkmişəmsə, o deməkdir ki, sağ-sola simmetrikdir. Bunu ortadan bölsək, burada xəttlər belədir, burada belədir. Bu simmetrik olmadı, axı B də səhvdir. Amma D doğrudan da həm belə simmetrikdir, bax bu hissə bu hissəyə, bu A-dırsa, məsələn, burada A-dır. Həm də bunları üst-üstə qatlayanda bu hissələr də, yəni bu A, bunlar da üst-üstə simmetrik olur. Başa düşdünüz? Ona görə düzgün cavabımız oldu. D variantı. Düz xətt üzərində bir-birindən eyni məsafədə olan nöqtələr qeyd edilmişdir. Əgər iki nöqtə arasındakı məsafə 4 sm olarsa, 1, 2, 3, 4. Daha doğrusu 2. İki nöqtə arasında bir ara var. Yəni bir ara 4 sm-dirsə, uşaqlar, 10 nöqtə arasında 9 ara. Ağac aralığı yadınıza salın. 9 arada 9 vur 4, 36. Bax, ağac 4 hərfdir. Ara 3 hərfdir. Düzdürmü? Yəni artıq buradan nəticə çıxardım. 4, 3-dən 1 çoxdur. 3, 4-dən 1 azdır. Yəni ara ağacdan 1 azdır. Ağac aradan 1 çox. 10 nöqtə arasında 9 ara olacaq. Hər ara 4 sm-dir. 9 vur 4, 36. 140 metr uzunluğunda düz bir yolun hər iki kənarının ara məsafələri hər birinə bərabər olmaqla ümumilikdə 14 elektrik dirəyi basırdılar hər iki kənarını. 3 dirək arasında məsafə neçə metrdir? Deməli, uşaqlar, yol iki tərəflidir. 14 ədəddirsə, 14-ü bölürəm 2-yə. Deməli, burada 7 dirək bastırıblar. Burada. Düzdürmü? Bizə dedik, bayaq 7 dirək, 7 ağac. 7 ağacın neçə arası olacaq? 7 çıx 1, 6 arı olacaq. Yəni, bax, şəkillə göstərim. 1, 2, 3, 4, 5, 6, 7. Düzdürmü? İndi görün, burada neçə ara var? 1, 2, 3, 4, 5, 6. 240 metri bölürəm 6-ya. Deməli, olur 41 ara 40 metrdir. 3 dirək arasında neçə ara var? 2. 2 arada 2 vur 40. Düzgün cavab olacaq 80 D variantı. Bu da bizim sınav 12-nin izahı. Uğurlar uşaqlar. Baxanda diqqətlə baxın.